Salam, hörmətli MİQ və sertifikasiya hazırlaşan müəllimlər. Axşamınız xeyir olsun. Hər birinizi salamlayıram və hər birinizə uğurlu olsun, xeyirli olsun. Mən Leyla Cahangirova. Növbəti test imtahana düşəcək sualların izahı ilə sizin qarşınızdayım və əgər bizim kanala abunə olarsınızsa, bu izahların ardıcıl qeydiyyatdan keçərkən görəcəksiniz və onları izləyə biləcəksiniz. Təvəqqəm də odur ki, yəni kanalın linkini qruplarınızda, olduğunuz qruplarda paylaşasınız və rəyinizi, təkliflərinizi, iradlarınızı böyük məmnuniyyətlə dinləyə bilərəm. Yazın və qeydiyyatdan keçə bilərsiniz. İndi isə keçən suallarımızın izahına baxaq görək. Birinci sualda bizə nə deyilir? Birinci sualda deyilir ki, uşaqların bu mövzu haqqında mövcud biliklərini aktivləşdirən, assosiasiya yaradan, eyni zamanda tərbiyəçiyə diaqnostik qiymətləndirmə aparmağa imkan verən iş üsulu hansıdır? İlk öncə gəlin iş üsullarının burada verilən variantlara nəzər salaq. Birinci yazılıb əqli hücum. Əqli hücum hansı iş üsuludur? Buna beyin həmləsi də deyilir, bilirsiniz. Və beyin həmləsi iş üsulunda da əlbəttə ki, burada ideyalar toplanır, motivasiya vaxtında da istifadə olunur, fikir müxtəlifliyi yaranır. Burada isə bizə nə deyilir? Mövcud biliklərin. Deməli, bu A variantı doğru deyil. İkincisi söz assosiasiyası. Söz assosiasiyası düzdür, burada yazılıb assosiasiya yaradan. Ancaq söz assosiasiya üsulunda, iş üsulunda biz nə edirik? Öyrənməyə başlamazdan əvvəl bu uşaqların ilkin biliklərini yoxlamaq məqsədi ilə bir ipucu söz veririk və sözsüz ki, məşğələdə əldə edilən nəticələri müqayisəli qiymətləndirməyə imkan verən bir iş üsuludur. Bu da getdi, bu da düzgün deyil. Tapmacada. Tapmaca hansı iş üsuludur? Yadımıza salsaq, görərik ki, burada da yüksək fəallıq yaradan, gizlənmiş anlayışın tapılmasını tələb eləyən iş üsuludur. Burada da müəllim ipucu vasitəsilə aparır və uşaqların zehni inkişafına xidmət edən, anlama, xatırlama bacarığını inkişaf elətdirən bir iş üsulu. Növbəti iş üsulu klaster yazılıb. Baxın, burada isə artıq başqa adı da var, bunun şaxələndirmə bilirsiniz. Və bu iş üsulunun xüsusiyyəti ondan ibarətdir ki, mövcud bilikləri aktivləşdirir, ümumiləşdirir, qruplaşdırma bacarığı və yaxud da ki, deduktiv bacarığı formalaşdıran iş üsuludur. Deməli, cavabımız D variantıdır. D variantında da müzakirədir, müzakirənin də heç bir dəxli yoxdur sualımızla bağlı. İkinci sualımızda nə deyilir? İkinci sualımızda diaqnostik qiymətləndirmədən aid olan fikirləri deyir tapaq. Amma ilk öncə görək ümumiyyətlə dəyərləndirmə nədir? Əlbəttə ki, dəyərləndirmə tədris prosesində əldə edilən bilik, bacarıqların, davranışların və inkişafın, yəni toplanmış məlumatların təhlili və nəticələrin çıxarılmasıdır. Sizcə dəyərləndirmə aparılmasa, hansı didaktik pozulmuş olar? Əlbəttə ki, inkişaf yönümlü didaktik prinsipini pozmuş olarıq. Və diaqnostik qiymətləndirmə isə təlimin ilkin mərhələsində uşağın mövcud bilik bacarıqlarının səviyyəsinin qiymətləndirilməsidir. Gəlin indi variantlara baxaq görək. Deyilir ki, davamlı və ən effektiv qiymətləndirmə. Əlbəttə ki, davamlıdırsa, bu inkişafın izlənilməsidir. Müşahidə edilərək qeydlər aparılır. Yenə də müşahidə, biz nə etdik? Dedik ki, müşahidə aparılır, inkişafın izlənilməsi zamanı, müşahidə, müsahibə, yəni orada diaqnostik qiymətləndirmədən söhbət getmir. Deməli, bu da aid olmadı. C variantında nə deyilir? Təlimin effektiv planlaşdırılmasına kömək edən, dünya görüşü haqqında məlumat əldə edən yəni qiymətləndirmə formasıdır. Əlbəttə ki, bu
diaqnostik qiymətləndirməyə aiddir. Yəni diaqnostik dəyərləndirmə uşağın meyl, maraq dairəsini, dünya görüşünü, yaşadığı bölgə haqqında məlumatı və sairə bütün bu məlumatları toplamağa bizə imkan verir ki, sonra da müəllim öz iş planında çevik dəyişikliklər edə bilsin ki, əlbəttə ki, bu da uşaqyönümlülük prinsipini həyata keçirmiş oluruq. Deməli, cavabımız oldu C variantı. Burada uşaq bu hesabat deyəndə artıq bu yekun hesabatdır istər-istəməz, cəmləşdiricidir, yekundur və bu da düzgün deyil, bizə aid deyil və bu da qiymətləndirmə hər tərəfli olmalıdır. Yəni burada da yenə də inkişafın izlənilməsi ilə bağlı olan fikirdir, bu da deyil. Deməli, cavabımız oldu C variantı. Gəlirik 3-cü suala. 3-cü variantda isə deyilir ki, qrupdakı Əli hər gün gecikərək məşğələ başlayandan sonra qrupa daxil olur və Əlinin bu hərəkəti ilə bağlı tərbiyəçinin hansı tədbiri görməsi, daha doğrusu tədbiri görməsi düzgün sayıla bilər. Əlbəttə ki, bu sualımız da qrupun effektiv idarə olunmasına aiddir. Baxaq görək hansı fikirlər səslənir. Həmən Əlinin anasına zəng edər. Xeyr, bu doğru fikir deyil. Yəni müəllim dərsi saxlayıb uşağın anasına zəng etməklə artıq bu qeyri-peşəkar müəllim olduğunu sübut edər. B variantında isə müdiriyyətə məlumat verməkdə həm də valideynlərlə əlaqə saxlamaqla problem çözülməz. Hər şey üçün müdirə müraciət etmək lüzumsuzdur. Bu bir daha, yəni sizin bacarıqsız olmağınızı, səriştəsiz olmağınıza dəlalət edər. Deməli, bu variant doğru deyil. C variantı. Əli ilə təklikdə danışıb, gecikmə səbəbi ilə maraqlanaram. Bu variant bizim əsl sualımızın cavabıdır. Yəni, həqiqətən də bəlkə də uşaq nəsə demək istəyir ki, heç kəs eşitməsin, heç kəs bilməsin onun problemini. Əlbəttə, müəllim belə eləyərsə, konfidensiallığı qorumuş olacaq. Və D variantında valideyn iclası, bu da lüzumsuz hesab eləyirəm. Eyni zamanda Əlini gecikdiyinə görə məzəmmət etmək də əlbəttə ki, bu da doğru variant deyil. Çünki bu da dəstəkləyici mühitin pozulmuş olmasına dəlalət edər. Uşaq özünü sıxılmış hiss eləyər və uşaqda özgüvən aşağı düşə bilər. Və sonuncu sualımıza, 4-cü sualımıza baxaq görək nə yazılıb. Tərbiyəçi kiçik yaşda olan uşaqlar üçün rəqəmləri vizual şəkildə göstərərək əyləncəli oyunlarla öyrətmək, biraz yaşlı, yəni orta qrupdan sonra böyük yaşda olan uşaqlar üçün isə artıq rəqəmlərdən istifadə edərək sadə riyazi hesablamaları yerinə yetirmək, yəni uşaqların yaşı və marağını uyğun olaraq fəaliyyətlər təşkil etməyə planlaşdırır. Və bu zaman tərbiyəçi planda hansı ardıcıllığı reallaşdırır. Yəni 4-cü sualımız da perspektiv planlaşdırmaya aid olan sualdır. Bilirsiniz ki, məktəbə qədər təhsil müəssisələrində təlimin səmərəli təşkili işi düzgün planlaşdırmadan çox asılıdır və əlbəttə ki, düzgün planlaşdırma bizim nəticə yönümlü didaktik prinsipimizin həyata keçirilməsinə dəlalət edir. Planlaşdırmanın əsas 2 növü var, bilirsiniz, perspektiv, illik planlaşdırma və cari, həftəlik planlaşdırma. Və müəllim hansı bacarıqlara malik olmalıdır planlaşdırma zamanı? Əlbəttə ki, inkişaf sahələrini, məzmun standartlarını bilməli, ondan sonra dəqiqləşdirmə aparmalı, hansı məşğələdə hansı standartların reallaşmasını müəyyən edə bilməyini bilməlidir. Resursları, iş üsullarını düzgün seçməyi bacarmalıdır. Bundan başqa, planı hazırlayarkən müəllim mütləq 3 əsas məsələyə diqqət yetirməlidir. Yəni, plan məntiqi ardıcıllıqda, psixoloji və xronoloji ardıcıllığı gözlənməlidir müəllim planı tərtib edərkən. İndi burada da bu fikirlərdə səslənərkən görək biz hansı ardıcıllığı gözləmişik?
Yəni müəllim kiçik yaşda olan uşaqlar üçün rəqəmləri vizual şəkildə göstərir, həm də oyun təşkil edir, əyləncəli göstərir. Artıq bu böyük qrup. Daha sonra isə məktəbə daha böyük qruplarda, yəni məktəbə hazırlıq qrupunda sonra isə artıq müəllim rəqəmlərdən istifadə edərək sadə riyazi hesablamaların aparılmasına təşkil edir. Yəni burada birinci variant A variantı, məntiqi ardıcıl. Məntiqi ardıcıllıq deyəndə, yəni tədris materialının məzmun baxımından düzgün və sistemli qurulması deməkdir. Yəni uşaqların mövzunu ardıcıl şəkildə mənimsəmə ardıcıllığı gözlənilməlidir. Yəni burada sadədən mürəkkəbə getməlidir. İkincisi isə xronoloji ardıcıllıqdır ki, burada xronoloji ardıcıllıq yoxdur, çünki burada başvermə ardıcıllığı, yəni bu ardıcıllıq zamanı vaxt baxımından müəllim ardıcıllığı gözləməlidir, zaman sırasına diqqət yetirməlidir. Yəni fəsilləri ardıcıl keçməlidir. Məsələn, misal gətirsək əgər də, burada da xronoloji ardıcıllıq vaxt gözlənilir ki, hadisələr başvermə ardıcıllığı nəzərə alınır. Üçüncüdə yazılıb isə psixoloji ardıcıllıq. Əlbəttə ki, uşaqların yaşı, psixoloji inkişaf səviyyəsi nəzərə alınmalıdır. Eyni zamanda maraqlarına uyğun şəkildə planlaşdırılmalıdır. Müəllim də burada öyrənmə yükünün uşaqların yaşına uyğun nəzərə alıb, əvvəl necə keçirib? Oyun şəklində, əyləncəli şəkildə təşkil eləyib. Sonra isə diqqətin uşaqların öyrənmə yükünü artıq biraz da mürəkkəbləşdirib, yəni bu sahədə də uşaqların yaş səviyyəsinə uyğun planlaşdırma təşkil etdiyi üçün artıq müəllim burada psixoloji ardıcıllığı nəzərə alıb. Cavabımız olacaq C variantı. Belə bir ardıcıllıq və heç biri də variantlar doğru. Deməli, cavabımız oldu C variantı və bir daha kanalımıza abunə olmağı və linki paylaşmağı xahiş edirəm. Hər birinizə uğurlar. Gələn izahlarımızı görmək istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Təşəkkür edirəm dinlədiyiniz üçün. Sağ olun.